Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri arasında razılaşma əldə olunub. SAN agentliyi bildirib ki, razılaşmaya əsasən Suriya hökumət qüvvələri ilə YPG, SDK arasında bütün cəbhələrdə və təmas xətlərində hərtərəfli və dərhal atəşkəs elan ediləcək. Təşkilatın bütün üzvləri Fərat çayının şərqinə çəkiləcək. Deir ez-Zor və Raqqa əyalətləri dərhal və tamamilə inzibati və hərbi cəhətdən Suriya hökumətinə təhvil veriləcək. Bundan əlavə, lazımi təhlükəsizlik yoxlamalarından sonra Suriya hökuməti ilə SDQ terror təşkilatı arasındakı razılaşmanın bir hissəsi olaraq Suriya Demokratik Qüvvələrinə bağlı qüvvələr Suriya Müdafiə Nazirliyinə və Daxili İşlər Nazirliyinə inteqrasiya olunacaq. PKK terror təşkilatının bütün Suriyalı olmayan üzvləri deportasiya olunacaq. Həmçinin razılaşma çərçivəsində bütün enerji resursları, sərhəd keçid məntəqələri və neft yataqlarının nəzarət Suriya hökumətinə keçəcək. Xüsusilə neft yataqlarının terrorçulardan alınaraq hökumətin idarəsinə keçməsi Əl-Şara hakimiyyəti üçün mühüm tarixi hadisədir. Bununla terror birləşmələrinin fəaliyyətini davam etdirməsi xeyli çətinləşir. Əgər terror təşkilatları xüsusilə neftlə zəngin olan ərazilərə nəzarəti özündə saxlasa və bu proses uzun müddət davam etsəydi, o zaman nəinki Suriya hökumətinin hakimiyyətdə qalma şansları azalardı, ümumiyyətlə Suriyanın ərazi bütövlüyünü təmin etmək mümkün olmayacaqdı. Ona görə də Şara hökuməti bu istiqamətdə konkret qərar verdi və uğurlu hərbi əməliyyatlar apararaq neft ərazilərinin, xüsusilə neft və qaz ərazilərinin hökumətin idarəsinə keçməsinə nail oldu. Təbii ki, burada xarici faktorları nəzərə almaq mütləq şərtdir ki, real mənzərə ortaya çıxsın. Bilirsiniz ki, bu prosesdə Türkiyənin ərazi bütövlüyü təhdid olunurdu və Türkiyənin Suriya hökumətinə dəstəyi və uzun müddət aparılan strateji planlamadan sonra bu proses reallaşdı. Digər tərəfdən YPG terror təşkilatının indiki mərhələdə bir qədər də mübarizəni davam etdirəcəyinə dair iddialar səsləndirilir. Ancaq diqqətli saxlanmalı bir məqam var ki, sərhəd keçid məntəqələrinin və enerji resurslarının hökumətin nəzarətinə keçməsi YPG-nin bundan sonraki fəaliyyətinə ciddi şəkildə təsir edəcək. Üstəlik, Türkiyə də prosesdə Suriyanın yanındadır. Hətta Türkiyə Xarici İşlər Nazirliyinin Suriyada əldə edilən atəşkəslə bağlı yaydığı son bəyanatında bildirilib ki, Ankara Suriya hökumətinin terrorizmə qarşı mübarizə səylərini və yenidən qurma təşəbbüslərini dəstəkləməyə davam edəcək. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əhməd Əş-Şara ilə telefon danışığı apararaq Suriyadakı son hadisələri müzakirə ediblər. Türkiyə rəhbəri Suriya ərazisinin terrorizmdən tamamilə təmizlənməsinin həm Suriya, həm də bütün region üçün vacib olduğunu və Ankaranın Dəməşqə xüsusən də terrorizmlə mübarizədə dəstəyinin artmağa davam edəcəyini vurğulayıb. Bütün bunlarsa Suriya daxilində YPG daxil bütün terror birləşmələrinin bundan sonraki dövrdə fəaliyyətini davam etdirə bilməyəcəyini deməyə əsas verir. Bölgədə yeni reallıqlar var. Türkiyə Suriyada hakim mövqedə olan və kifayət qədər güclü və Suriya hökuməti ilə yaxın əlaqələr malik olan dövlət kimi bu prosesi uğurla həyata keçirməkdə qərarlıdır. Bu, Türkiyənin milli təhlükəsizlik məsələsidir və hesab edirəm ki, bundan sonraki mərhələdə də hazırda terror təşkilatlarının nəzarət etdiyi ərazilərində Suriya hökumətinin idarəsinə keçəcəyi qaçılmazdır. Türkiyə burada prinsipial mövqe ortaya qoyur və YPG terror təşkilatının pozucu fəaliyyəti də bundan sonra baş vermə ehtimalı yüksək olsa da, amma ümumilikdə Türkiyə ilə Suriya hökumətinin birlikdə hərəkət etməsi və prinsipiallığı nümayiş etdirməsi hesab edirəm ki, sonda Suriya hökumətinin Suriyada bütün ərazilərə nəzarət etməsinə şərait yaradacaq. Hazırda Suriya daxilində atəşkəs razılaşmasının icrası üzrə işlər davam etdirilir. Hətta Reuters agentliyi Suriya prezidenti Əhməd Əş-Şaranın Almaniyaya planlaşdırılan səfərindən imtina etdiyi qeyd edilib. Hazırda səfərin ləğv edilməsinin səbəbi ilə bağlı tərəflərdən heç bir rəsmi açıqlama verilməyib. Bununla belə, səfərin ləğv edilməsinə əsas səbəb kimi atəşkəs razılaşması və onun icrası istiqamətində aparılan islahatların olduğu iddia olunur.